Realda xəbər axını davam edir. Sosial hüquqlarınızla bağlı məlumatlı olmaq istəyirsinizsə, sizi verilişimizi izləməyə dəvət edirik. Odur ki, yaxın əyləşin, obyektiv başlayır. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən olan böyük qayıdış təkcə fiziki qayıdış deyil. Bu, həyatın bərpası, dayanıqlı iqtisadi fəaliyyətin qurulması və insanlar üçün həyat şəraitinin yaradılması deməkdir. 2026-cı ilə qədər nəzərdə tutulub ki, bu proqramın birinci mərhələsi tamamlanacaq və 140 minə yaxın keçmiş məcburi köçkün Qarabağa, Şərqi Zəngəzura qayıdacaq. Bu insanların məşğulluq məsələlərinin həll olunması da elə proqramın tərkib hissəsidir. Beləliklə, elə bu mövzu haqqında danışacağıq. Az sonra Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur regional məşğulluq filialının müdürü studiyamızda olacaq. Amma hələlik Dost TV-yə bağlanırıq. Gəlin görək son günlər sosial sahədə nələr baş verib. Xanım, buyurun, söz sizindir. Hər vaxtınız xeyir, Dost TV studiyasından sizi salamlayırıq və həftənin sosial icmalı ilə tanış olaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şəki şəhərində Birgə Gün adlı inklüziv sosial-mədəni tədbir keçirilib. İnklüzivlik və həmrəylik baxımından əhəmiyyətli olan bu tədbirdə uşaqlar, axıllar və əlilliyi olan şəxslər bir araya gələrək əl işləri sərgisi və yaradıcılıq nümunələri təqdim ediblər. Nazirliyin e-sosial portalının mobil tətbiqi vasitəsilə elektron qaydada artıq 23.200 əmək müqaviləsi imzalanıb. Mobil tətbiqə cari ilin mart ayında növbəti yenilik əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub. Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik Könüllü Dost proqramına cari ilin 4 ayı ərzində 11.400 müraciət olub, 523 şəxs proqrama cəlb olunub. Könüllülər Dost mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının növbələrinin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə və s. üzrə köməklik göstərirlər. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Uşaq Reabilitasiya Mərkəzində 2025-ci ilin 4 ayında əlilliyi olan 12.500 uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan 8.600 nəfəri ambulator, 638 nəfəri stasionar, digərləri icma əsaslı onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunublar. Dövlət Sosial Müdafiə Fondu Respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb. Mayın 8-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, mayın 23-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyaları ödənilib. Bu həftəyə təqdim edəcəklərimizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Aybəniz. Təşəkkür edirik dostlar və beləliklə biz sosial xəbər gündəmini izlədik. İndi isə keçək həftənin əsas mövzusuna. Az öncə də məlumat verdiyim kimi bugün böyük qayıdışdan, məşğulluqdan danışacağıq və artıq qonağımız da studiyamızdadır. Beləliklə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur regional məşğulluq filialının müdürü Sənan Məmmədzadə bizimlədir. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm verilişinizə dəvət etdiyiniz üçün. Mən də öz növbəmdə sizi və ekran qarşısında bizi izləyən tamaşaçılarımızı salamlayıram. Biz təşəkkür edirik gəldiyiniz üçün. Sənan müəllim, biz nə vaxtsa torpaqlarımızı azad edəcəyimizi bilirdik. Amma bunun 2020-ci ilə sentyabr ayına, noyabr ayına təsadüf edəcəyini təxmin edə bilməzdik. Hər şey anidən oldu. 30 ilə yaxın işğal altında olan torpaqlar azad olundu. Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdılar. Orada müəyyən infrastruktur və s. bərpa işləri həyata keçirildi. Yəni, hər şey anidən baş verdi. Bəs Dövlət Məşğulluq Agentliyi bu aniliyə necə uyğunlaşa bildi? İlk öncə qeyd etmək istəyirəm ki, Şərqi Zəngəzur regional məşğulluq filialı Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xidmət göstərir və bu ərazidən olan əhalinin böyük bir hissəsi Bakı şəhəri və ətraf ərazidə məskunlaşdığı üçün filial öz fəaliyyətini Bakı şəhərində göstərir. Həmçinin bununla yanaşı filialımızın 3 xidmət şöbəsi mövcuddur. Zəngilan rayonu Ağalı kəndində Zəngilan xidmət şöbəmiz, Laçın şəhərində Laçın xidmət şöbəmiz və Kəlbəcər əhalisinin böyük bir hissəsi Gəncə şəhərində məskunlaşdığı üçün Kəlbəcər xidmət şöbəmiz Gəncə şəhərində fəaliyyətini göstərir. Onu da qeyd edeyim ki, yaxın zamanda Kəlbəcər rayonuna köç planlaşdırılır.
Kəlbəcər rayonuna köç olacağı təqdirdə bizim orada fəaliyyət göstərəcək olan Smart Dost məntəqəmizdə Kəlbəcər xidmət şöbəmiz öz fəaliyyətini davam etdirəcəkdir. Amma mən bildiyim qədəri ilə məşğulluq tədbirləri hələ keçmiş məcburi köçkünlər öz yurd yuvalarına qayıtmamışdan əvvəl başlayır. Bəli, bu belədir. Məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair birinci dövlət proqramının məqsəd və prioritet sahələrinə uyğun Dövlət Məşğulluq Agentliyi, agentliyin fəaliyyət sahələri istiqamətində müvafiq işlər və bir sıra tədbirlər həyata keçirir. Təbii ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, geri dönən əhalinin məşğulluğunu təmin etmək, sosial müdafiəsini gücləndirmək, sosial tərəfdaşlarla iş qurmaq, eyni zamanda qeyri-formal məşğulluğun qarşısını almaq, işğaldan azad olmuş ərazilərdə aktiv məşğulluq tədbirlərinin əhatə dairəsini genişləndirmək, əmək bazarının tələbinə uyğun işçi qüvvəsini hazırlamaq, ona uyğunlaşdırmaq Dövlət Məşğulluq Agentliyinin prioritet sahələrindən biridir. Mən bildiyim qədərilə özünü məşğulluq daha geniş yayılıb, amma təkcə aktiv məşğulluq tədbirləri bundan ibarət deyil. Az öncə sadaladığım bu tədbirlərlə bağlı, bununla bağlı tərəfimizdən bir neçə istiqamətdə çoxşaxəli işlər görülür. Həm vətəndaşlarla, həm işə götürənlərlə, eyni zamanda müvafiq dövlət orqanları ilə, digər sosial tərəfdaşlarımızla qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər aparılır. Vətəndaşlar dedikdə həm məskunlaşmış, həmçinin məskunlaşması nəzərdə tutulan vətəndaşlardan söhbət gedir. Eyni ilə bu sadaladığım sahəni inkişaf etdirmək üçün bu ərazilərdə işə götürənlər, fəaliyyət göstərən işə götürənlər, həmçinin fəaliyyəti nəzərdə tutulan işə götürənlərlə qarşılıqlı işlər aparılır. İlk öncə qeyd edeyim ki, bizim əsas məqsədimiz vətəndaşların məmnunluğunu və onların əmək bazarına inteqrasiyasını, məşğulluğunu təmin etməkdir. Bununla bağlı vətəndaşların xidmətlərimizə əlçatanlığını təmin etmək məqsədi ilə biz bütün vasitələrdən və səmərəli mexanizmlərdən istifadə edirik. İlkin olaraq onların qeydiyyatları aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra fərdi məşğulluq proqramları tərtib olunur. Buna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb olunur. Aktiv məşğulluq tədbirləri dedikdə bilirsiniz ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bir neçə aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bunlardan peşə yönümü istiqamətində məsləhətlərin verilməsidir, öz məşğulluq proqramıdır, peşə kurslarının təşkilidir, birgə maliyyələşmədir. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, tərəfimizdən məskunlaşmış vətəndaşların, həmçinin məskunlaşması nəzərdə tutulan vətəndaşlarla da işlər aparılır. Sizin də qeyd etdiyiniz kimi, köçməsi planlaşdırılan vətəndaşlarla biz aktiv olaraq işlər aparırıq. Belə ki, aidiyyəti rayonlar üzrə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəlikləri ilə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və bizim tərəfimizdən bir əməkdaş məskunlaşması dəqiqləşdirilən, yəni qayıdışı gözlənilən vətəndaşların yaşadığı ünvanlarda görüşlər təşkil olunur. Həmin vətəndaşlarla məşğulluq istiqamətində ətraflı söhbətlər aparılır, onların məşğulluq imkanları qiymətləndirilir, qeydiyyata aparılır və mövcud vakansiya barədə vətəndaşlara məlumat verilir. Yəni, biz artıq əraziyə köç etməmiş vətəndaşla, köçüb planlaşdırılan vətəndaşlar işlərimizi qururuq. Cəmiyyətin müəyyən beynəlxalq standartları var. Yəni, peşəkarlığa görə hər kəsə eyni dərəcədə xidmət göstərilməlidir. Amma bizim özümüzdən asılı deyil. Qarabağ, işğaldan azad olunmuş ərazilər ümumiyyətlə bizim üçün fərqli yerdədir. Necə ki, əhali arasında şəhid ailələri bizim üçün üstün pillədədir. Eyni ilə də Qarabağ bizim üçün ərazilər sırasında. 30 il az bir zaman deyil. Bu müddət ərzində keçmiş məcburi köçkünlər müəyyən ərazilərdə artıq yaşayıb yaratmışdılar, uyğunlaşmışdılar. Yəni müəyyən özlərinin bir şəraiti var idi. Bu məsələdə Dövlət Məşğulluq Agentliyi necə təkan verir ki, eyni infrastrukturu, eyni şəraiti həmin ərazilərdə də qura bilsin. Amma əvvəlcədən onu deyim, mən bu məsələnin mənəvi və sosial anlamını əslində çox yaxşı başa düşürəm. Biz ora fiziki qayıdış deyil, bu ruhən qayıtmalıyıq. Amma bu tip insanlar üçün də müəyyən bir təkan vermək vacibdir. Çox doğru buyurursunuz. Əlbəttə, illərlə həsrətində olduğumuz bu doğma torpaqlara qayıdış etmək bir o qədər də asan deyil, çünki həyat tərzi dəyişilir. Təbii ki, bu istiqamətdə də Dövlət Məşğulluq Agentliyi bir sıra işlər görür.
Belə ki, biz köç etmiş vətəndaşların əmək bazarına aktiv inteqrasiya olunmasını, onun məşğulluğunu gücləndirmək istiqamətində müəyyən işlər görürük. Həmçinin biz ərazidə fəaliyyət göstərən və fəaliyyəti nəzərdə tutulan işə götürənlərlə də işlər görürük. Belə ki, həmin ərazidə fəaliyyət göstərəcək olan işə götürənlərin, hal-hazırda fəaliyyət göstərən işə götürənlərin mövcud vakansiyaları barədə məlumatları toplayırıq və vətəndaşlara ötürürük. Bununla yanaşı, həmin ərazilərdə fəaliyyətə başlayacaq olan və yaxud da hal-hazırda fəaliyyət göstərən işə götürənlərə də çox yaxşı şərait yaradılmışdır. Qürur hissi ilə qeyd etməliyəm ki, əldə olunmuş zəfər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlar üçün əlverişli şərait yaradılıb və yaradılmaqda davam edir. Dövlət tərəfindən bu bölgələrdə infrastrukturun sürətli bərpası, tikinti quruculuq işlərinin getməsi, vergi və gömrük güzəştləri, investisiya təşviqlərinin yaradılaraq iş adamları üçün, sahibkarlar üçün, aktiv onların fəaliyyətləri üçün münbit şərait yaradılmışdır. Biz də öz növbəmizdə işə götürənlərin vakant iş yerləri haqqında məlumatların toplanılması, eyni ilə işə götürənlər haqqında, onların vakansiyaları haqqında məlumatları vətəndaşlara çatdırmaq üçün bir neçə alətlərdən istifadə edirik. Qeyd edim ki, işə götürənlərlə mütəmadi olaraq dərmi masaların, görüşlərin təşkili baş tutur bizim tərəfimizdən. Daha sonra vətəndaşın işə götürənlərə əl çatanlılığı və operativliyini təmin etmək üçün əmək yarmarkaları təşkil olunur. İşğaldan azad etdiyimiz torpaqlarımızın hər bir qarışı kimi oranın yenidən qurulmasında rolu olan vətəndaşlarımız da bizim üçün vacibdir, önəmlidir. Həmçinin orada yaşayıb yaradanlardan. Elə bu minvalla istəyirəm qısa bir ara verək icazənizlə. Həmin şəxslərdən ikisi ilə istəyirəm tamaşaçılarımızı tanış edək, daha sonra davam edəcəyik. Şuşa şəhərində öz məhəlləmiz, öz küçələrimiz, onlar hamısı mənim çox gözəl xatirimdədir və hər zaman öz valideynlərimdən eşitmişəm ki, biz mütləq o torpaqlara qayıdacağıq. Abdullayev Şəhriyar Bəxtiyaroğlu 1985-ci ildə Şuşa şəhərində Ziyalı ailəsində anadan olmuşam. 1991-ci ildə 4 nömrəli orta məktəbə daxil oldum və çox uzun çəkmədi, cəmi 3 ay orada təhsil ala bildim. 92-ci ildə Şuşa şəhəri işğal olunduğu üçün Bakı şəhərinə köçmə məcburiyyətində qaldıq. Orta təhsilimi və ali təhsilimi Bakı şəhərində tamamladım. Şuşa şəhərinin işğaldan azad olunma xəbərini cənab prezidentdən eşitdikdən sonra ailəlikcə çox sevindik, qürur duyduq. Şuşa şəhərində şirkətlərin bir neçə layihəsində iştirak etdim. Şuşa DOST filialının açılışını eşitdim, müraciət etdim və müraciətim müsbət qarşılandı. Hal-hazırda Şuşa DOST filialının əməkdaşıyam. Ömrümün böyük hissəsinin Bakıda yaşadığıma baxmayaraq, mənim ürəyim hər zaman Şuşa ilə döyünüb. Hal-hazırda Şuşada yaşayıb, Şuşada fəaliyyət göstərdiyim üçün çox xoşbəxtəm. Tahirova Sahibə xan qızı, Füzuli sakiniyəm. Mənim yoldaşım Füzulidəndir. Bura köçən ilk ailələrdən biriyik. Köçəndən sonra müraciət elədim işlə bağlı məşğulluq agentliyinə. Məşğulluq agentliyi məni yönləndirdi Azala. Hal-hazırda Füzuli Beynəlxalq Hava Limanında əməliyyat üzrə inspektor vəzifəsində çalışıram. Burada hava limanında vətəndaşlara, sərnişinlərə xidmət göstəririk. İşimdən çox razıyam, çox gözəl, çox müasir bir hava limanıdır. İnşallah bir müddətdən sonra tam gücü ilə işləyəcək. Bugün Füzulimiz inkişaf edir. Buna görə cənab prezidentimizə təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hansı sahələr üzrə kadr çatışmazlığı var, yəni ehtiyac yaranır? Çox yaxşı sualdır. Bildiyiniz kimi bu ərazilərdə işə götürənlərin müxtəlif sahələr üzrə əmək bazarının tələblərinə uyğun işçi qüvvəsi tələb edirlər. Bununla bağlı bir sıra tədbirlər həyata keçiririk. Onlardan biri də peşə hazırlıq kurslarıdır. Peşə hazırlığı vətəndaşlara müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisasi kadrların hazırlanması məqsədi ilə təşkil olunur. Bu sahədə işğaldan azad edilmiş ərazilərimizdə də çox böyük işlər görülür. Biz bir neçə iri işə götürənlərlə bu kursları davam etdiririk. Çünki əhalinin əmək bazarına aktiv inteqrasiya olunması və dayanıqlı məşğulluğun təmin edilməsi üçün bir çox hallarda vətəndaşlar əmək bazarının tələblərinə uyğun olaraq yeni peşə və ixtisas üzrə
peşələrə yiyələnmək istəyirlər və bunun üçün də peşə kursları burada çox böyük rol oynayır. Peşə kursu olaraq vətəndaşlara 175 istiqamətdə peşə kursları təklif eləyirik. Və bununla da biz vətəndaşların az öncə söylədiyim kimi əmək bazarına inteqrasiyasını bu yollara davam elətdiririk. Onu da əlavə etmək istəyirəm ki, bu günədək peşə istiqamətində həm özəl sektorda, həm dövlət sektorlarında peşə kurslarımız davam etdirilir və vətəndaşlar bu kurslara cəlb edilir. Siz də bilirsiniz ki, peşə kurslarını bitirdikdən sonra onlar əmək bazarına qaytarılır və müqavilələr bağlanılır. Demək olar ki, bu bizim ərazidə dayanıqlı məşğulluğumuzun təşkili üçün çox böyük rol oynayır. Kadr çatışmazlığı var, mən belə başa düşdüm, olur. Bəs iş yeri problemi varmı? Gəlin, istəyirsiniz bu istiqamətdə davam edək. İşə götürənlərin ümumiyyətlə bu məsələyə marağı, işə götürənləri bu məsələdə maraqlı etmək üçün nələr edirsiniz? Biz işə götürənlərin əmək bazarında olan tələbatını qarşılamaq üçün təbii ki, qeyd etdiyim kimi peşə istiqamətində mühüm işlər görürük. Eyni zamanda az öncə qeyd etdiyim kimi həm köç etmiş, həm köçü planlaşdırılan vətəndaşların içindən biz ixtisaslı kadrları seçirik və həmin işə götürənlərə təqdim edirik. Təbii ki, işə götürənlər tərəfindən daha yaxşı mütəxəssislər axtarılır, amma nəzərə alsaq ki, bu ərazilərdə köç kifayət qədər vətəndaş olmadığı üçün bəli, ixtisaslı kadrların tapılmasında problemlər var. Amma biz bunu yaxın gələcəkdə digər tədbirlərlə qarşılamaq istəyirik. Həm peşə kursları ilə, həmçinin vətəndaşlarla individual olaraq danışıqlara gedirik və həmin vətəndaşları köçdən sonra hansı işlə təmin olacağı barədə məlumat veririk. Təbii ki, bizim əsas işimiz, ana xəttimiz işə götürənlərlə də qurulan işdir. Çünki vətəndaşların əmək bazarına qaytarılması üçün mütləq olaraq biz işə götürənlərlə iş qururuq. Amma mənə elə gəlir ki, bu məsələdə əmək yarmarkaları sanki xüsusi rol oynayır. İşə götürənlərlə vətəndaşlar kontakta girə bilir, özlərini sınaya bilir, danışa bilirlər ki, özlərini harada sınaya bilərlər və o üzrə də mənə elə gəlir ki, peşə hazırlığı kurslarına da yazıla bilərlər. Əlbəttə biz əmək yarmarkalarını təşkil edəndə peşə kursu bizim masamız olur və vətəndaşlar iş axtarışı ilə bərabər peşə kursları ilə də tanış olurlar. Sonda isə deyə bilərəm ki, işğaldan azad olmuş ərazilərimizdə vətəndaşlarımıza xidmət göstərmək, böyük qayıdış proqramı çərçivəsində görülən işlərin iştirakçısı olmaq həm sevindirici, qürur vericidir, eyni zamanda olduqca məsuliyyətlidir. Və mən əminəm ki, biz öz üzərimizə düşən vəzifəni uğurla yerinə yetirəcəyik. Biz hələ işğaldan azad etdiyimiz torpaqlarımız haqqında çox danışacağıq. Baxmayaraq ki, 5 ilə yaxın zaman keçib, amma bizim üçün çox yenidir. İnşallah ki, növbəti verilişlərdə də biz müəyyən yeni layihələr barədə sizlə danışacağıq. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun, təşəkkür edirəm. Belə, obyektiv efirdə idi. Qeyd edim ki, qonağım Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdiri Sənan Məmmədzadə idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.